Salam, hər vaxtınız xeyirli olsun. Bu gün sizinlə çox dadlı, ləzzətli, ətirli, həm də görkəmi ilə göz oxşayan göyəm turşusu hazırlayıram. İlk öncə istifadə edəcəyim meyvəni bol suda yaxşı yuduqdan sonra sterilizə etdiyim bankalara əlavə edirəm. Çalışın istifadə etdiyiniz meyvə tam yetişməmiş, həm də bir qədər ətli meyvə olsun. Meyvəni bankalara əlavə etdim. Sonda üzərinə 1 çay qaşığı şəkər tozu, hər birinə 1 çay qaşığı tam dolu olmayan duz əlavə edirəm. Mən bu turşuda marzadan istifadə edirəm. Əgər sizdə marza yoxdursa, quru nanədən də istifadə edə bilərsiniz. Marza bütün bazarlarda quru otlar satılan bölmədə tapa bilərsiniz. Bankanın üzərində boşluq qalan hissələrdə yenə də bir qədər meyvə əlavə edirik. Hər bir bankaya marza əlavə etdikdən sonra üzərinə çaynikdən qaynar su əlavə edirik. Bu arada unutmadan qeyd edim, bu turşunu dəfnə yarpağı və sarımsaqla da hazırlaya bilərsiniz. Həm bu üsul, həm də digər qeyd etdiyim üsulla kanalımda video var. Onun linkini videonun açıqlama hissəsinə qeyd etdim. Bu turşunu hazırladıktan sonra qaynatmağa ehtiyac yoxdur. Sadəcə qapağını möhkəm bağlayırıq. Əgər qapağı yaxşı bağlanarsa, bankanın içərisinə hava daxil olmazsa, istəsəniz hətta 2 il belə rahatlıqla saxlaya bilərsiniz. Qapağını yaxşı bağlayıb bankanı əlimizə silkəliyirik. Bütün ərzaqlar tam qarışdıqdan sonra isti arasında tərs çevirərək təxminən 1-2 dəqiqə gözlədirik. Ardından yana yıxaraq bir gün müddətində gözlədirik. Bir gün gözlədikdən sonra, yəni ertəsi gün qaranlıq, sərin yerdə saxlaya bilərsiniz. Həqiqətən çox dadlı, ləzzətli, möhtəşəm bir turşudur. Xüsusilə meyvə turşuları sevənlər mütləq hazırlayıb dadıyla yaxından tanış ola bilərsiniz. Bu günlük bu qədər. Hələlik.